Continuez. OK, excellent. Görürsünüzsə, deməli bu orqanların da hər birinin qarşısında bir dənə demək nə var? Article vardı. Əgər lödürsə kişi cinsidir, ladısa qadın cinsidir. İndi bir də bəzi orqanlar var ki, onlardan 2 dənədir, 3 dənədir. Tutaq ki, gözümüz var, 2 dənə gözümüz var, 2 dənə qulağımız var. Onlar prosto burada yoxdur. OK. Donc, burada görə bilmirəm. Gözü yazarıq. Və əgər 2 dənə orqanla varımızdısa, 2 gözümüz vardısa, o da les olacaqdır. L yazırıq, olur, L kimi oxunur. Les yazırıq, L oxuyuruq. OK. Demək bu öz yerində. İndi tutaq ki, mən demək istəyirəm ki, mənim başım ağrıyır. Bu necə deyəcəyəm? İlk öncə avoir feilini təbii təsrifini bilməliyəm. Mənim var, mənim baş ağrım var. Azərbaycan tərcüməyi tam olaraq elə olacaqdır. Mənim baş ağrım var. Surətli yazaq avoir feili J. Mənim var. Sonra mal. Ondan sonra diqqət edəcəyimiz bir məqam vardı. A, Jemal A. Sonra da orqanın adını dedik. Jemal A. Başa dedik tet. A ise o. Jemal ala tet. Jemal ala tet. Bu qədər. Kişi cinsi, qadın cinsi fərqi yoxdur, yoxsa? Var. İndi ora gələcəm. Qadın cinsində hər şey qaydasında. Çox asandır. Jemal a la tet. Bu qədər. Jemal a la tet. İndi qadın cinsli orqanlar, görün burada nələr var idi? Demək, burada var. Ayaq var, əl var, bir də baş var. Bunlar çox asandır. Tutaq ki, yenə desəm başım ağrıyır, ayağım ağrıyır, əlim ağrıyır. Eyni şey deyəcəm. Jemal à la main, əlim ağrıyır. J'ai mal à la jambe, ayağım ağrıyır. İndi siz dediyiniz kimi kişi cinsli orqanlara gələndə tutaq ki, le bras var idi orada. Həmin bu le ilə, pardon, a ilə le birləşəcək. Çönüb olacaqdı AÜ. Və bunu biz oxuyacağıq o kimi. O kimi. Demək, yenə eyni şey yazacağıq jemal. Bu dəfə ala yerinə yazacağıq o. O bras. Qolum ağrıyır. Jemal o bras. Jemal. Sonra qarın sözü var idi orada. Jemal au ventre. OK. Kişi cinsi olanda demək, buraya yazın kişi cinsi o olacaqdı. Ondan sonra qadın cinsi də olanda alə olacaqdı. Bir də dediyimiz kimi də qulaqlarımız vardı, 2 dənədir, gözümüz vardı, 2 dənədir. Onlarda bir də barmaqlarımız vardı, çoxdur. Onda necə olacaqdı? Tutaq ki, les yeux, les oreilles. Les yeux gözlər deməkdir. Burada da A-nın üstünə gələcəyik. Les. Bu da dönüb olacaqdı A-Ü-X. Tələffüzü yenə də O kimidir. Tələffüzü O-dur. Məsələn, indi burada yenə eyni qaydana deyəcəm. J, mal, aux yeux. J'ai mal aux yeux. Gözlərim ağrıyır. J'ai mal aux yeux. Gözlərim ağrıyır. Qulaqlar da eyni. J'ai mal aux oreilles. J'ai mal aux oreilles. Sonra ağciyərlərimiz ola bilər. Ağciyərlər də 2 dənə olduğu üçün j'ai mal au poumon. Barmaqlar da 10 dənə olduğu üçün eyni məntiq olacaqdı. J'ai mal au doigt. OK. Sualınız var bununla bağlı? Non, c'est bon, merci. Xeyir, yoxdur. OK. Onda bura bir neçə dənə
Hətta bir neçə dənə şey ehtiyac yoxdur. Praktika eləyək. Alors, Dilşad, necə deyərsiniz? Başım ağrıyır. J'ai mal à la tête. Okay. Tural, necə deyərsiniz? Əlim ağrıyır. J'ai mal à la main. Okay. Fatimə, necə deyərsiniz? Ayağım ağrıyır. Tamam, Fatimə xanımın mikrofonu bağlıdır. Siz yenə sadəcə dinləyəcəksiniz, yoxsa iştirak eləyəcəksiniz? Necə deyirsiniz, elə eləyək. Fatimə xan bayaq SMS yazmışdı, onu mən bu qrupa qoşmuşum. Dedi, İnternetim doğru. Bir şey başa düşə bilmirəm, eşitmirəm səsi. yeri dəyiş də Fatimə, biraz yerini dəyiş, internetini şeylə gör. Bir hələ bir düzəldin. Hə, sualın da cavab ver. Olmasa təkrar eləyərdiniz. Necə deyərsiniz? Ayağım ağrıyır. Ayaq nə idi? Ekranda yazılıb. Murat. Je malade le pied. Aha. Je mal le pied. Okay. Excellent, merci beaucoup. Buyurun Səidə xanım. İndi bunu Azərbaycan dilinə bud olaraq tərcümə eləyək. Çünki başqa jamb əslində qalanda ayaqdır. Pied ayağın uc hissəsidir. Jamb bütün ayağa deyirik. Yəni bütün ayağa jamb deyirik. Ayağım, bütün ayağım ağrıyır. Necə deyərik? J'ai mal à la jambe. Okay. Aysel xanım, necə deyirik? Qarnım ağrıyır. J'ai mal au ventre. Okay. Dilşad xanım, necə deyirik? Qolum ağrıyır. J'ai mal au bras. Okay. Tural bəy, necə deyirik? Gözlərim ağrıyır. J'ai mal à les yeux. Okay. Fatimə xanım, necə deyirik? Qulaqlarım ağrıyır. Je mal à la oreille. Okay, super. Səidə xanım, necə deyirik? Ağciyərlərim ağrıyır. J'ai mal au akciğer. Ne? J'ai mal au poumon. Okay. Aysel xanım, necə deyirik? Barmaqlarımız ağrıyır. J'ai mal au dos. Okay. Dilşad xanım, hər hansı bir orqan deyin burada olmayan, əgər bilirsinizsə. Yox. J'ai mal au don. Okay. Dişlərimiz də çox olduğu üçün don. Cemal o don. Dişlərim ağrıyır. Sonra başqa nə ola bilər? Qaraciyər ola bilər. Cemal. Bilən varsa tez desin. J'ai mal au cœur. O kör. Kör nədir? Ürək. Ürək. Okay. Don dişdir. Qaraciyər nədir? Bu. Aha, kimsə dedi. Boğaz. Yox, no. Dəqiq bilmirəm. Cemal au foie. Of. Foie. Cemal au foie. Burun da deyək. Bundan da bitsin. Cemal o ney? J'ai mal au nez. Cemal o ney? Ok. Bonsoir, Monsieur Sarkhan. Ok. Yaxşı, bu bizim deməli bonusumuz idi. İndi sizin burada nə üçün dedim ki, uşaqlar da baxır yoxsa yox? İkinci bir kitab tapmışdım. Orada biraz Désolé, je suis désolé. Je parlais avec mon père. Je D'accord. suis désolé. Ok. Très bien. Alors, j'ai une question alors. J'ai une question, Sarkhan. Məndə baxırdı, aralaşdılar indi. Tam rahat dərsinizi keçə bilərsiniz. Göstərə bilərəm o şəkli. 18 plus hardasa olur. Ok. Yəni bir çox orqanlar var. Ok. Sarkhan, j'ai une question. Oui. Où habite ton père? Mon père, il habite à Mehdiabad. À Mehdiabad, ok.
Combien mesure ton père? Il a 60, 60, 61. Ok. Il a 61. 61 ans. Ok. Donc, combien mesure ton papa? Donc, toi, tu mesures 1,60 m, 70, 1,70 m, d'accord? Mon père, il a mesuré pareil. Ok, ça marche. 75. 75, ok. Donc, mon Moi père aussi. mesure 1,75 m. Ok, ça marche. Biz bir bonus öğrendik Serkan. Şeyin dersin tekrarına bakıp onu öğrenirsiniz. Var. İndi burada bu səhifədə görürsüz müxtəlif yerlər vardı, bədən üzvləri vardı. Bunlara baxarsınız evdə. Məsələn, la tête var, le bras var, l'épaule var, poitrine var, le ventre var, la jambe var, la cheville boynağa deyirlər. Le pied var, le dos, les fesses, les doigts, l'ongle. Yəni bunlar çox önəmli şeylərdir, öyrənmək lazımdır, bilmək lazımdır. Sonra bizim başımızın üzərində demək saçlarımız vardı, les cheveux, qulaqlarımız vardı, les oreilles, la joue sifət deməkdir, la bouche ağız deməkdir, la dent diş deməkdir, le menton çənə deməkdir, le nez burun deməkdir, l'œil les yeux gözlər deməkdir. Voilà, c'est ça. Ondan sonra bədəndə la peau dəri deməkdir, les muscles əzələlər deməkdir. Le sang qan deməkdir və tutaq ki, haranızsa kəsmisiniz, orada bir ifadə vardı. Ça saigne, qanayır. Ça saigne, qanayır. Hətta tutaq ki, zəng vurubsuz təcili yardıma, təcili yardım soruşur ki, nə olubdu? İfadə edə bilməsəniz, bircə dənə desəniz ça saigne, qanayır, başa düşəcəklər, gələcəklər. Ça saigne, qanayır deməkdir. Ça saigne. Sonra le cœur ürək deməkdir, l'estomac da mədə deməkdir. Tamam, bunu mən sürətli keçdim. İndi dərsi zaten təzədən təkrar eləyəcəksiniz, baxacaqsınız. Orada həmin bu sözləri yazarsınız dəftərinizə, ifadə eləyərsiniz. Yenə də eyni məntiqdir. Başım ağrıyanda deyəcəm j'ai mal à la tête, çiynim ağrıyanda deyəcəm j'ai mal à l'épaule, qarnım ağrıyanda deyəcəm j'ai mal au ventre və s. və s. OK? Ça marche? Oui, ça marche. Oui, ok. OK. Donc, hətta bu şəkli mən qrupa da atacağam, digərini də atacağam, bunu da atacağam. Bunlar maraqlı ifadələrdir, qalsın. İndi yaxşı keçək. Biz demişdik ki, bu dərsi eləyəcəyik. Bu dərsin içərisində çoxlu maraqlı şeylər vardı. Və adresimizi yazacaq bu günləri. Yaxşı. Siz ilk şəkildə nə görürsünüz? Burada gördüklərinizi zəhmət olmasa İlya ifadəsini öyrənmişdik. Xatırlayırsınız? Məsələn, İlya un telefon, bir telefon var. Il y a deux İlya, personnes. nə var orada? Aha, il y a deux personnes, OK? Il y a deux personnes, un chat, Un chat, OK. un pizza. Une pizza, OK. Bəsdir. Une İndi pizza. digərlərdə nəsə desin. Buyurun, digərlərdə nəsə görürsünüzsə əşya deyin sizdə. Excuse-moi. Une Il y lampe. a une cheminée. Une lampe, OK. Une cheminée. Un cheminée, OK. Voilà, il est là. Puis, Un canapé. Canapé, OK. Tapis. tapi ən də ündən də onu bilmədim. Ən tapi, ün tapi. Un tapis, un tapis. Xalça. Un portrait. Un portrait. Ah oui, c'est vrai, il y a un portrait. C'est vrai. C'est tout. La fenêtre deyə bilərik əslində ona pəncərədə. Ha, ya portrait ya da fenêtre, je sais pas. Hmm. Une table.
Une table, OK. Cuillère. C'est Une vrai, il y a une cuillère. cuillère, OK. Et couteau. Couteau, OK. Çaşqa kup idi. Başqa Un nədir verre. Sərxan? Tural, buyurun. Un verre. Un verre, OK, OK. Ən əsas əşyanı görmədiniz. Bu nədir? Une Excuse-moi. Un téléphone. Un Un, téléphone. un portable. Un portable, Les OK. bois. Les bois. Le bois, c'est ça? Dans maison. Tous les bois. OK. le bois neydi? Taxta. Un tarte. Ah oui, c'est vrai. Non, c'est une pizza, non? Hein, je sais pas. Soit une pizza, soit une tarte. Ouais. Tamam. İndi belə bir fərziyyə irəli sürək. Hər biriniz zəhmət olmasa iki dənə qadın var, bir dənə də pişik var da orada, düzdür? Hər birinin vəziyyəti haqqında bir məlumat verəcəyik. Məsələn, mən düşünürəm ki, deyəcəksiniz, başdan Dilşad xanım başlayacaq, Həmidli Sərxan və s. davam edəcəksiniz. Mən düşünürəm ki, e, qonur saçı olan xanım tutaq ki, əsəbidir, qəmgindir və s. Sonra da fərziyyələrdə davam edirik. Sonra Voilà. düşünürəm ki, tutaq ki, pişik qəmgindir, pişik kefi yaxşıdır və s. Ok, ben başlayayım. Oui, Ok. Je pense que le chat est calme. ok. Il dort. Euh, c'est tout. C'est tout, ok. Donc voilà, le chat est calme, le chat dort. Donc, ok, Ouais. très bien. Ben de- Oui, allez-y. Blanche cheveux, madame. Il a blanche cheveux, madame. Il a très, très heureux, heureuse. Elle a très heureuse. Il est là-bas, cheminée. Il a beaucoup chaud, très chaud. On va comme ça. Ok, super. Buyurun Turay Bey. La maman regardait la vidéo portable. La canton. Ok, excellent. Bu qədər nətər deyildi? Siz elə bilirəm o sözü öyrənəndə burada deyildiniz. Bunu bir də yazın. C'est tout. C'est tout, voilà, c'est ça. C'est tout, bu qədər deməkdir. Sure. Ok, buyurun Aysel xanım. Elles ont rire parce que elles montraient le vidéo avec maman. D'accord. Euh, c'est tout. Ok. Tamam. Çox qəşəng bir feil işlətdiniz. İndi bunu praktika edəcəyik. Montre. Geçen Fransız. Comment? Maşallah, hanım geçen Fransızca danışır. Oui, oui, oui. Elle Merci. montre à sa tête. Ah, ok. Excellent. Et elle rit. Buyurun Səidə xanım. Selon moi, les deux personnes regardaient à la téléphone une série. Euh, et elle asseyait au canapé. Oh, elle est le canapé. Bilmiyorum neyi düz dedim. Neyi səhv dedim. C'est tout. C'est tout. Ok, excellent. Buyurun Fatimə xanım. Danışmaq istəsəz buyurun Fatimə xanım. Danışmaq istəməz. Mikrofonunuz bağlıdır da. Bilmirəm danışırsınız yoxsa yox.
Danışmasaz keçəcəyik. Okey. Zazolar danışın. Buyurun. Euh, il y a là-bas un chien sur la table, il a dormi, c'est tout. Okey. Un chien. C'est un E, chien ou un chien? Elles ont Un chien assis sur le canapé. Ils sont assis sur sur le la canapé. Ok. Elle mange la pizza. Ok. Ok. Super. Şimdi, oui, Ok. allez-y. Allez-y, Tural, oui. Je sais pas, chat manger, mange pas, la dormir, il adore. Oui, Ok. c'est tout. Süper. Eldor. Excellent. Excellent. İndi o dediklərinizi yazaq bura, çünki qəşəng sözlər dediniz, yadda qalsın. Deməli, ilk cümləmiz belə oldu ki, elles sont assises sur le canapé. Oturmuş halda olmaq assis və yaxud da assizdir. Je suis assis məsələn desəz, je suis əgər kişi cinsidirsə assis olacaqdı, qadın cinsidirsə assiz olacaqdı. Sonuna bir dənə ö əlavə eləyəcəyik. Je suis assise. Cümlə quranda bu feillər yadımdan çıxır. El O, asiz, el asi demişdim. Yəni yadımdan çıxır niyəsə bu o feillər. heç bir problem yoxdur. Əsas odur ki, cəsarət eləyib onu ifadə eləməyə çalışırsınız. Yəni belə danışsanız tam olaraq başa düşülür. Mən sadəcə elə bir əlavə edirəm ki, Hə, yaxşı. düzəlsin də daha yaxşı olsun. Amma çox qəşəng idi, çox yaxşı ifadə elədiniz. Donc je suis assise olanda mən oturmuşam. Hətta cəmdə olanda elles sont assises. Onlar oturublar. İndi yaxşı, bunun antonimini deyək. Antonimini bilərsiniz məncə. Debout, OK. C'est ça. Debout. Debout, bunun qadın kişisi yoxdur. Qadın kişisi yoxdur. Mən ayaq üstəyəm deyəndə je suis debout. Mən ayaq üstəyəm. Elles sont debout. Onlar ayaq üstədirlər. Debout ayaq üstə deməkdir. Debout, assis. Debout, assis. Debout, assis. Debout, assis. Yaxşı, indi bilirəm, hamınız oturmuş vəziyyətdəsiniz, amma sırf bunu praktika eləmək üçün bir sual verirəm. Madame Dichat, est-ce que vous êtes assise ou est-ce que vous êtes debout? Je suis debout. Ok, je suis debout. Serhan, vous êtes assis, vous êtes debout. Allô? Oui, vous êtes assis ou vous êtes debout? Je suis assis. Je suis assis, très bien. Toural, vous êtes assis ou vous êtes debout? Je suis assis. Ok. Assis au canapé. Sur le canapé, voilà, je suis Sur le assis sur le canapé, très bien. Aïssel, vous êtes assise ou vous êtes debout? je suis debout. Ok. Saïda, vous êtes assise ou vous êtes debout? Je suis assise à la chaise. Ok. Sur une chaise. Une Ou- chaise. Sur la chaise, oui, sur la chaise, oui, oui. La chaise. Sur la chaise. Fatimə xanım cavab vermək istəsəniz Yox, buyurun. yazdı ki, internetim çox zəifdir, nəsə danışa bilmirəm deyir. Hə, heç nə problem yoxdur. Onsuz da şey eləyəcəyik də, Amma qayd edirik. Qulaq asa bildikcə, hə, qulaq asır, kayd edəcək də göndərirsiniz, baxacağam inşallah. Hə, tamam, baş üstə. Okey. Problem yoxdur. Onda da onu narahat eləməyək. Samaxş. Okey. İndi indi belə daha bir mürəkkəb cümlə deyək. Çünki hamınız yəqin ki, avtobusa falan minirsiniz. Bəzi adamlar xoşlayır ki, ayaq üstə getsin. Bəzi adamlar xoşlayır ki, oturub getsin. Donc, indi mən sualı yazıram, bir də cavabı yazıram. Est-ce que vous préférez être debout ou assis dans le bus?
Cavab olaraq je préfère être debout və yaxud da assis. Azərbaycan da tərcümə eləyə bilərsiniz, zəhmət olmasa sual. Təbii, baş üstə. Assis dans le bus. Sual budur ki, siz avtobusda ayaq üstə olmağı üstün tutursunuz, yoxsa oturmağı üstün tutursunuz? Preferə sözünü bilmək istəyirdim daha çox. Hə, preferé üstün tutmaqdır. Preferé üstün tutmaqdır. Avtobusda olanda bunu şifahi deyirəm də vaxt getməsin. Təzədən şeyə baxanda yazarsınız. Videoya baxanda. Voilà. Donc sual budur. Siz avtobusda olanda oturmağı mı üstün tutursunuz? Ayaq üstə durmağı mı üstün tutursunuz? İndi artıq müəllimə olur. Dilşad müəllimə və Dilşad müəllimə hamıya sual verir. Əlizi Dilşad müəllimə buyurun. D'accord. Serkan, est-ce que vous préférez être debout ou assis dans le bus? Je préférais être debout parce que il y a vieux, les gens, il y a avec les enfants, avec maman, parce que pour ça. D'accord, merci pour votre réponse. Toural, est-ce que vous préférez être debout ou assis dans le bus? Oui, assis dans le bus. D'accord. Başlayın da deyin laf qəşəng olsun da və bu hissəni. D'accord, pardon. Je préférais être assis dans le bus. Merci. Aysel, est-ce que vous préférez être debout ou assise dans le bus? Je préférais être assise dans le bus. D'accord, merci. Merci. Saïda, Oui, que vous préférez être debout ou assise dans le bus? je préférais être debout dans le bus avec porte. Avec à la porte. D'accord. Merci beaucoup. Qarşısında yox, avec birlikdədir deyəsən, yoxsa qarşısında. Məsələ À edib. côté. À côté, yanımda. Devant la porte da deyə bilərsiniz, amma hə, à côté məncə daha yaxşı olar. Yəni devant la porte qarşısında deməkdir. Mən avec sözünü düzgün işlətmədim başa düşdüyüm Hə, qədərilə. avec ilə deməkdir. Avec ilə deməkdir. Elə bir özünüzlə bir qapı götürürsüz, girirsiniz avtobusa. Non, c'est hə, devant la porte. Avec ilə, oui. Avec ilə devant qarşısında, arxasında nədir bəs? Derrière. Oui, derrière arxasında. Excuse-moi, bu être başka demek değil. Être, Oui, être burada ne diyor? être olmaq deməkdir, olmaq. Olmak değil. Bu üzücü. Je préfère être debout avtobusda ayaq üstə olmağı tutaq ki, nə edirəm? Üstün tuturam. Devant la porte qarşısında, derrière la porte qapının arxasında. Voilà. Bir də dedik à côté ilə. Okay. Super. Bir də üzr istəyirəm, bir də məsəl üçün yaşlı adamlar üçün oturma yeri onda necə gedir? Yəni busda. Həmin o oturma yerinin adını istəyirsiniz. Nə deyirlər ona fransızca? Bəli. Ce sont les Bəzən səhv cavan insanlar oturur orada, qocalar gəlir, deyir ki, yəni bura bizim yerimizdir. Yəni ümumi oturacaqların hamısının adına biz şeydə avtobusun içərisində siège deyəcəyik. Siège. Avtobusun içərisində həmin o aşağıda olan yerlərə ya deyirik. Qu'est-ce que c'est que ce truc-là? Ya deyirik siège handicapé ya da deyirik siège réservé. Ən yaxşısı siège réservédir. Siège réservé. bax.
Təbii handikapə də deyə bilərsiniz, amma handikapə biraz diskrimine şey çıxır, ayrı seçkilik yaradan. Hmm. Ay sağ ol, ay sağ ol. Invalide, enfin, c'est pas très positif, mais bon, bəziləri deyirlər. Mhm. Siège réservé. D'accord. OK. Bon. Yaxşı, bu belə. Bu deməli bizim ilk öyrəndiyimiz, sizin dediyiniz şeydir. Sonra dediniz ki, il rit, elle rit, elle rit, onlar gülürlər. Je ris, mən gülürəm. Je ris, tu ris, il rit, nous rions, vous riez, il rit. Mən gülürəm, sən gülürsən, o gülür, biz gülürük, siz gülürsüz, onlar gülürlər. Okey. Yo, bu da belə. Son olaraq bunu deyəsən Aysel xanım demişdi. Bu çox qəşəng bir feildir. Bunu yazıram, bunu da praktika eləyək, sonra davam eləyək. Montrer. Quelque chose, montrer à. Montrer à göstərmək deməkdir. Məsələn, bunu indi biz necə istifadə eləyəcəyik? Keçən dəfə mənsubiyyət əvəzliklərini öyrənmişdik. Bizim mənsub olduğumuz əşyalar var, mənsub olduğumuz orqanlar vardı. O əşyaları başqa bir adama göstərə bilirik. Tutaq ki, oradakı xanımın biri telefonunu göstərir başqa bir xanıma. İndi tutaq ki, mən yeni bir ruçka almışam, bu ruçkanı sizə göstərmək istəyirəm. Ondan sonra yeni bir telefon almışam, onu sizə göstərmək istəyirəm. Şəkillər var, toy şəkilləri, onu sizə göstərmək istəyirəm. Nə bilim, və s. və ilə axır. Göstərmək. Bundan sonra həmişə A işlədirik. Məsələn, je montre mon stylo. Je montre mon stylo à Serxan. Oui. Donc, mən ruçkamı Sərxana göstərirəm. Les photos. Voilà. İndi hərəniz bir dənə əşya seçəcəksiniz. Hətta indi öyrəndiyimiz şeylər var. Orqanlar var, baş var, burun var, diş var. Dişimi tutaq ki, göstərirəm kiməsə. Qulağımı göstərirəm kiməsə. Niyə də yox? Əsas odur ki, o praktika eləyək. Hər hansı bir ya əşya ya da üzdəki o əldəki orqanlardan birini seçin, başqa adama göstərin. Mən də yazıram. C'est parti Dilşad. Ok. Je montre mes cheveux à Saïda. Okay. Saçlarımı Saidiyə göstərim. Əlizi Sərxan buyurun. Je montre les dents à monsieur. Arkadaşın adına gelmez. Tural. Bravo. Okay. Yeah. İşlərimi Turala göstərirəm. Buyurun Tural. Je monte. Ah, je monte mes T. Kime diyeyim? Serhan. Okay. Buyurun Aysel. Je montre mes oreilles à Fatima. Okay. Buyurun Sayda. Oğuy nə idi ondan tərcüməsini deyərdiniz? Qulaqlar. Qulaqlar. Okay. Je montre mes photos à Aysel. Okay, bu nə üçün çox qəşəng, super. Hamınız səhvsiz çox super ifadə elədiniz. Bu nə üçün önəmlidir? Gedirsiniz tutaq ki, həkimə. Həkim sizdən soruşa bilər ki, est-ce que vous pouvez montrer? Deyirsiniz ki, tutaq ki, burada ağrı var hardasa. Həkim də sizə deyir ki, est-ce que vous pouvez montrer? Siz də deyirsiniz ki, oui, je vous montre. Je montre. Göstərirəm. Voilà. Yaxşı. Всё. İndi çalışmaları eləyəcəyik.
Siz gələcəkdə ola bilər ki, imtahan verəsiz. İmtahan verəndə sizə bir strategiya deyirəm. Bu strategiyanı yaddan çıxartmayın. Qızıl strategiyadır. Sizə imtahan çərçivəsində bu tipli suallar düşəcəkdir. Tutaq ki, şəkil göstərəcəklər. Sonra qulaq asacağınız bir audio olacaqdır. Həmin o şəkilə baxıb audioya qulaq asıb buradakı suallara cavab verəcəksiniz. Strategiya nədir? O səsi dinləmədən öncə oturursunuz, həmin dəqiqə şeyi açan kimi, bu dəftər, kağızı açan kimi buradakı sualları oxuyursunuz. Surətli bir şəkildə oxuyursunuz, görə hər şeyi başa düşürsünüz, yoxsa yox. Çünki adətən tələ olaraq o səsin içərisində çoxlu məlumatlar verirlər ki, sizi təliyə salsınlar, tam olaraq cavab verə bilməyəsiniz. Amma sualları tam olaraq oxuyan kimi həmin dəqiqə bilirsiniz ki, orada siz nəyi axtaracaqsınız. Səs istəyir 10 dəqiqə olsun, istəyir 15 dəqiqə olsun, artıq bilirsiniz ki, sizin axtaracağınız məlumat nədir, daha asan olur. Qısacası, açan kimi tez sualı oxuyursunuz, vaxt verirlər zaten, 20 saniyə falan verirlər. Tez oxuyursunuz, ondan sonra səsə qulaq asırsınız, daha rahat olur. Yaxşı, indi mən hamınızdan istəyəcəm ki, buradakı sualları oxuyasınız. Başa düşmədiyiniz nəsə olsa mənə deyəsiniz, indi səsə qulaq asacağıq çünki. Ürəyinizdə oxuyun, sual olsa deyin, izah edeyim, sonra səsə qulaq asaq. À gauche, à droite. À gauche, document A. D'accord. Bu göy olan yer ancaq oxuyaq. Eşqim mənim. Ancaq A-yı, hə, ancaq buranı, ancaq hə, göy olan yeri. Bu şəkilə aiddir. Hə, şəklə aiddir. Bəs apartman misal üçün 3-cü etaj ya 9-cu etaj olduğunu biz hardan bilək? Səsdə qulaq asanda Hə, indi səs gələcək, daha sağ ol. Tamam. Qoyun diqqətli oxuyun. D'accord. C'est bon? Oui, c'est bon. Oui. Sualınız yoxdur, başa düşdünüz? Hı hı. Aydındır hər şey, suallar, c'est bon? Oui. Mən iki dənə sözü başa düşmədim. Soruşum, siz deyin mənə. Lumineux nə deməkdir? Açıq, işıqlı. Açıq yoxsa işıqlı? Lumière ışık demektir. Lumière Bəs sombre nədir? Qaranlıq. kamu Qaranlıq. Okey. Donc sombre demək onda qaranlıqdır, lumineux də işıqlıdır da. Okey, aydındır. Merci beaucoup. Yaxşı, indi səsi vuraq, səs gəlsin, qulaq asaq, sonra da cavab verək. Deməli, səsin nömrəsi neçədir? 38-dir. Tamam, bunu biraz balacalaşdıraq. Sakin. Okey, deməli, Uşaqların səsi bağlamamışsınız. Lütfen. 38. Hazırsınız? Vururam, qulaq asaq, cavab verək. Ok. Allez, 1, 2, 3, c'est parti. Leçon 4, page 29, chez moi. Document A. Regarde, mamie. J'ai des photos de mon nouvel appartement à Annecy. C'est un studio? Non, un appartement. Montre-moi. Oh, c'est grand et très lumineux. Oui, il y a un salon, une chambre et une cuisine équipée. Et puis, je n'aime pas les appartements sombres. Il y a un balcon. Oui, on peut manger sur le balcon. La salle de bain est grande. Non, elle est petite. Mais les toilettes sont très grandes. C'est à quel étage? Au 3e. L'immeuble est ancien? Non,
Il est neuf. Et c'est où? C'est dans un quartier calme, au centre-ville. Okey, buyurun Səidə xanım. Birinci. Birinci suala cavablandırım. Hı hı. Regarde de fait un appartement. Yəni, Okey. birlikdə apartman şəkillərinə baxırlar. Tamam, düzgündür. Bəs ikinci cümlə ilə üçüncü cümlənin tərcüməsində zəhmət olmasa deyin, biz də bilək. Yalan deyim, o ikisini bilmirəm. Okey. Səhv eləmirəmsə, üçüncüsü bu həmin şirkətlə ajansdır. Alırlar, Müqavilə. binalı təsəvvür edirlər. Acheter, almak, ev alırlar, vizit en apartman, evi ziyaret edirlər, baxırlar. Aha, çox qəşəng. Yaxşı, bunları da yazaq, yadımızda qalsın. Deməli, viziti ziyarət eləməkdir. Acheter-də almaq deməkdir. Yəni birincidə deyir ki, şəkillərə baxırlar, ikincidə deyir ki, evi ziyarət edirlər də gəlib baxırlar. Üçüncüdə deyir ki, evi alırlar. Hətta yox, yazmıram, zaten videoya baxacaqsınız, özünüz yazarsınız dəftərə. Viziti, nə baxdırım, viziti var. Okey, super. Buyurun Sərxan bəy, ikinci B-yi cavablandırın zəhmət olmasa. Bilməsəz təzədən qulaq asarıq. Səssiz gəlir, hə. Sərxan bəy eşidə bilmirəm. Sizin səssiz elə bir dəyişildi. Çox uzaqdan gəlir, nəsə elədiniz ya, nə oldu? Bilmirəm. Bayaq keçəcək. Səsim gəlir indi. Hə, super. Madame, il a dit l'appartement est lumineux. Après, deuxième fois, elle a dit sombre. Compris? Elle n'aime pas. No, elle n'aime pas. Elle n'aime pas. Elle n'aime pas l'appartement sombre. Elle aime lumineux. Elle n'aime pas sombre, c'est ça. Oui, elle a dit avant, l'appartement est lumineux. Ah oui, lumineux. Après, deuxième fois, elle a dit sombre. Okey. Ona da bir də qulaq asarıq görək niyə görə sombur dedi tam başa düşmək üçün. Tamam. Donc onda burada cavab olur lumineux. İndi amma onu tam başa düşmək üçün bir də qulaq asacağıq. Burada səhv eləmirəmsə deyim. Üçüncüyü deyin. Hə, C-yi deyin. Pardon. C-də 3 étage. Okey. Troisième étage. Tamam. Okey, tamam. İndi bir də qulaq asaq. Əsas başa düşməyə çalışaq görək orada niyə həm lumineux dedi, həm də sombre dedi. Sonra davam edək. Petit dedi, yəni ev Səhv balaca. eləmirəmsə petit olmalıdır. Yəni cavab doğru cavab. Hə, olar. Mən bilmirəm cavabı, açığı yazmadım. Mərtəbəli bina olduğunu dedi, ancaq evin özü 3-cü mərtəbədədir. Mən yəni başa düşdüyümü deyirəm və dedi ki, qaranlıq otaq sevmirəm. Ev işıqlıdır, ancaq balaca evdir. Nəsə bax belə bir şey başa düşdüm mən. Okey. Onda belə eləyək. Buna bir də qulaq asırıq. Zəhmət olmasa mənə evin içərisində nələr vardı? Onu bir yazın dəftərə, onu da deyək. Onu da Dilşad xanım və Aysel xanım zəhmət olmasa yazarsınız. Evin içərisində nələr var? Hansı əşyalar var? Hansı otaqlar var? Və s. Allez, c'est parti. Qulaq asırıq. Hamınız yazsanız yaxşı olar. Leçon 4, page 29, chez moi. Document A. Regarde, mamie. J'ai des photos de mon nouvel appartement à Annecy. C'est un studio? Non, un appartement. Montre-moi. Oh, c'est grand et très lumineux. Oui, il y a un salon, une chambre et une cuisine équipée. Et puis, je n'aime pas les appartements sombres. Il y a un balcon. Oui, on peut manger sur le balcon. La salle de bain est grande. Non, elle est petite. Mais les toilettes sont très grandes. C'est à quel étage?
au troisième. L'immeuble est ancien Non, il est neuf. et c'est où? C'est dans un quartier calme, au centre-ville. Hansı şəhərdədir? Başa düşənmədim. Hansı şəhərdədir? Merkezi. Excuse-moi. Oui. Elle a dit, maman, grand, no, deyir apartman almışam. O deyir, soruşur ki, salondur. Deyir, yox, apartmandır, quvondur, çox böyükdür. Orada şey yadımdan çıxdı, neçə otaq olduğunu. Orada deyir, saldoban deyir, küçüktür, pöti. Mais tualet, quvon, üzr istəyirəm. Deyir, soruşur və sual verir, mebellər onsiyan köhnədir. Qızır yəni ki, fi elədi, no. Tout meuble neuf, quvon très lumière deyir, sevirəm. Il y a balcon, elle a dit, oui, il y a balcon. Mais je suis comme ça compris. Très bien. Excellent. Merci beaucoup Serkan. Buyurun Dilşad xanım, siz də öz versiyanızı deyin. Ok. Elle montre les photos de son appartement à son mamie, à sa mamie, pardon. Elle a dit c'est grand et lumineux. Elle a un salon, une chambre, une cuisine équipée, un balcon, une salle de bain, petite salle de bain et un grande toilette. C'est appartement neuf. Ok. Et il est au quartier calme, au centre-ville. C'est tout. Okey. Buyurun Aysel xanım, sizin də versiyanız varsa zəhmət olmasa. Elle montrait des photos appartement à sa mamie. Cet appartement, il y a une salon, une chambre et cuisine équipe. Et il y a salle de bain petite, mais il y a toilette grande. Cet appartement au lieu de au centre-ville. C'est tout. Okey, excellent. Buyurun Səidə xanım, sizin də əlavə eləmək istədiyiniz nəsə varsa. Yox, elə bunları deyəcəydim mən də. Tural bəy, siz də əlavə eləmək istədiyiniz nəsə var? Səhv eləmirəmsə o dedi balkonda yemək də olur, yoxsa oturacaq yerləri dedi var, yəni səhv eləmirəmsə onu dedi. Bir də əlavə orada Bir də sualım var. Orada dedi 3-cü etajda. Mən bayaq düzgün başa düşmüşəm, yoxsa başa düşməmişəmsə zəhmət olmasa onu bilən yəni desin də. 9-cu Oui, troisième étage dedi, troisième étage. yox, bəs 9 növ sözü də işlətdi. Yəni 9 mərtəbə Non, c'est nə dedi orada? immeuble neuf. Yeni evdir. Neuf yeni deməkdir. Neuf, nouvelle, bunlar yeni demək. bir də Növ məndə rəqəm başa düşürəm. səhv eləmirəmsə evin mebeli yoxdur. Yəni elə başa düşdüm. Bilmirəm. İmmeuble deyəndə orada mebel nəzərdə tutmur da, məncə bina evi kimi nəzərdə tutulur. Yəni boş onu. Yəni dedi ev boşdur yoxsa evdə mebel yoxdur niyə desəniz? Yəni bilmədim. Non, on soruşur ki, mebel ancien. Nə mebel ekip? Bunu mən yazmışam. Çox maraqlıdır. Bunu yazaq burada qalsın. Çünki çox oxşuyurlar tələffüzləri. Əgər immeuble sözünə siz mebel deyirsinizsə, çox normaldır. Çünki çox oxşuyurlar. Deməli, immeuble dedi ki, c'est un immeuble. Sual verdi. Elə bir nənəsi sual verir ki, c'est un immeuble ancien. Bu köhnə binadır. İmmeuble bina deməkdir. Tamam. İmmeuble yaşayış Evet. binası. Çünki batiman sözü də var. Batiman sözü ümumi binalara deyirlər. Amma immeuble sözü yaşayış binasına deyirlər. C'est un immeuble ancien. O da qayıtdı dedi ki, non. Attends.
Tac, voilà. C'est un immeuble neuf. Neuf. Neuf yeni deməkdir. Həm 9 deməkdir, həm də yeni deməkdir. Bunun təbii qadın cinsi də növdür. Əgər desəydik ki, tutaq ki, mən yanımda olan əşya claydir bir dənə, qadın cinsində olan. Tutaq ki, yeni clay demək istəsəm, deyəcəm c'est une colle neuve. Bəs bu yenidir necə deyilir? C'est neveu. C'est neveu. C'est neuf, c'est neuf, c'est neuf. Sadəcə belə deyə bilər, c'est neuf. C'est neuf. Qarşısına adətən artikellə işlərlər. Çünki c'est neuf deyəndə biraz fransızdan çıxdı. Tutaq ki, maşın haqqında danışırıq. Yox, maşın qadın cinsdir. Ona görə tutaq ki, telefon haqqında danışaq. C'est un neuf. C'est un neuf. Bu yenidir. Tutaq ki, telefon göstərirsiniz. Adam soruşur ki, bu c'est un neuf ou c'est un ancien? Sualı yazıram. C'est un neuf ou c'est un ancien? Bəs növünü nə zaman işlədirik? Hə, o növü də qadın cinsində olan. Tutaq ki, indi maşın deyək. Une voiture. C'est une voiture neuve. Bu yeni maşındır, təzə maşındır. Hə, elə bir Nouveau sözü də var, o yenidir. Onu demək istəyirəm mən də elə Yo, nouveau. nouveau əşyalarda bunu çox işlətmirik. İşlədə bilərsiniz, amma adətən növ işlədirik. Yəni yeni o mənada yenini ancaq növ və növlə işlədirik, nouveau ilə yox. Mən də deyirəm axı bütün fransızlarla danışanda nouveau deyirəm baba, intrisa qulaq asılarıma başa düşür. Hə, nouveau orada Növ işlətmirik həm biz. də xəbər deməkdir, yoxsa necə nüvə? Yeni. Sualı başa düş, bir də deyin zəhmət olmasa. Üzr istəyirəm, elə novel, Aha. novel yeni deməkdir, yoxsa xəbər deməkdir, novel? Cəmdə olanda xəbərlər deməkdir. Təkdə olanda hər hansı bir şeyin yenisi deməkdir. Amma indi bunların fərqi nədir? Qoy mən fikirləşim, sizə tam düzgün cavab verməyə çalışım. C'est une nouvelle. Qadın cinsi cəmdə. Əslində işlədə bilərsiniz. Bu nöfün yerinə nouveau işlədə bilərsiniz. Səhvlik yoxdur məncə. Mən fikirləşirəm, işlədirik də bunu. Çünki mənə məsəl üçün tanıdığım adam fransız gətirib telefon verib. C'est un neveu portable. Belə, Gedir. yəni, çünki onlardan eşitmişəm, ona görə mənim üçün də Növü. maraqlı gəldi. Yox, gedir. İkisi də gedir. Hansını istəsəz istifadə edə bilərsiniz. Mən fikirləşdim. Çünki bu nouveau ilə nouvelle biz çox işlətmirik. Ən çox işlətdiyimiz növlə növdür. Amma sinonimdirlər. Çox üzr istəyirəm. Mhm. Çox üzr istəyirəm. Belə bir izah verə bilərik ki, məsələn, novel bir şeyi dəyişirsən, yenisini alırsan. Onun üçün istifadə oluna bilər. Amma növ, məsələn, yeni tikilmiş bir ev mənasında. Yeni ev. Belə bir şey fərq ola bilər. Çox maraqlıdır, ola bilər. Fikirləşim. Mən də fikrimə görə ola bilsin. Məsələn, Növ əşyalarda gedir bəlkə də, növ əşyalar. Yox, Dilşad xanımın və Tural bəyin dedikləri çox yaxşıdır. Yəni, Deməli, bəlkə də torpaqdan torpağa fərqi var. yox. yox, Belə məsələn, burada, saxlayırıq, demək. məsələn, baxdığımız mətnə baxsaq, deyir ki, nouvelle maison, yəni evini dəyişib yeni bir ev alıb, amma yeni tikilmiş ev mənasında növ immeuble. Super. Ən yaxşı izahı siz verdiniz, Tural bəylə siz verdiniz. Elə belə yazırıq, belə qalsın. Deməli, nəticə olaraq növlə növ sinonimdir. Əgər növlə növü istifadə ediriksə, bu deməkdir ki, yeni tikilmiş olmayan bir yerdən bir şey çıxırsa ortaya, bu növlə növü işlədirik. Amma əlimizdə olan hər hansı bir şey dəyişdirib yenisini alırıqsa, onda nouveau işlədirik. Mənim kimi danışa bilməyən insan da elə bildiyini işlətsə, nouveau işlətsə daha yaxşı olar məncə. Qarışmasa yaxşıdır. Aha, deməli, dəyişdirib Nouveau. yeni nəsə alıramsa, məsələn, telefon, maşın. Hə, burada işlədəcəyim nouveau nouvelle. Məsələn, bina. Hə, ən yaxşısı, ən məntiqlisi budur. Hə, super. Təşəkkürlər. Merci pour vos explications.
Bu tamamdır, yoxsa beynimizdə qalacaq bundan fərqi? Çox fərq yoxdursa aralarında, yəni kimə nətər rahatdır elə istifadə eləsin. Okey, yaxşı. Tamam. İndi belə eləyək. Biz vaxtı keçdik. Son olaraq getmədən öncə belə bir şey eləyəcəyik. Sürətli bir şəkildə mən sizə adresi, zaten adresi o videoda göstərmişdim nətər yazırlar. Bir daha yazım. Buna baxaq və dərs bitən kimi də siz özünüzdən fiktiv bir adres uydurun. Qrupa yazın. Adresi necə yazırıq onu öyrənək. Bu da olsun dərsin sonu. Demək, adresi yazmaq üçün ilk öncə adımızı, soyadımızı yazırıq. Məsələn, Donald Trump. Ad, soyad. Ondan sonra küçənin rəqəmini yazırıq. Burada yazıldığı kimi tam olaraq. Tutaq ki, 32, 43 küçəni yazırıq. Rue de l'école, məktəb küçəsi. Okey. Ondan sonra yaşadığımız şəhərin kod postalını yazırıq. Tutaq ki, Parisdirsə 75000. Sonra da şəhərin adını yazırıq. Okey. Bunlar bir kəlmə əlavə edeyim. Oui, oui. Səhv eləmirəmsə, əgər mən buradan məktub göndərirəmsə Almaniyaya, onu da Alman dilində əlavə eləməliyəm. Düzdürmü? Məsəl üçün Paris sözünü. Almaniya mən heç vaxt göndərməmişəm məktub. İndi bilənləriniz varsa cavab verin. Mən Bilmirəm. göndərmişəm, ona görə onu demək. Amma çünki mən Heç məlumatım yoxdur valla. Poçtda mənə deyiblər, çünki o mötərizənin içində Alman dilində yaz. Ona görə. Okey. Mən Litvaya bir şey göndərmişdim. Orada poçta dedilər ki, oui, haqlısınız. Litvaya göndərəndə dedilər, Litva dilində necə yazılırsa, fransız dilində yazmağa ehtiyac yoxdur. Litva dilində necə yazılırsa elə yaz dedilər. O bir 2-3 ilin söhbəti. Amma tam dəqiq deyə bilmərəm. Oxuya bilməlidir. Tamam, o zaman belə eləyək də. Dərsimiz bitir. Sualınız yoxdursa, sualınız varsa buyurun. Yoxdursa bitirək. Siz də zəhmət olmasa özünüzə bir ad, soyad seçirsiniz. Bir adres seçirsiniz, şəhər seçirsiniz. Dərs bitən kimi qrupa yazırsınız. 5 saniyənizi alacaqdır. Yox. Voilà. D'accord. Bir də Eşqi müəllim, siz deyirdiniz, bitəndən sonra kitab verəcəm. Bu keçdiyiniz dərslər həmin kitabdandır. Ay sağ ol. Həmin kitabdır. O kitabı mən sizə tam olaraq verəcəm. Hətta kitabı surətli bir göstərim. Keyfinizi açsın. Çünki bu deyil. Budur. Bunun üzərində o qədər maraqlı şeylər vardı ki, yəni öskürəkdən tutmuş. Yəni sözlər mənim yadımda qalmır. Çox çətinlik çəkirəm sözlərdə. Ona görə yəni belə bir kitab lazımdır ki, baxım ən azından yadıma düşdükcə də açım baxım. Ya daha doğrusu yadımdan çıxanda açım baxım nə deməkdir. Məsələn, qulaqlar nə deməkdir, ya nə bilim, çox az bilirəm də mən elə şeyləri. 1 ildir burdayam. Çox çətinlik çəkirəm hələ ki. Yadımda qalmır. Bir də mən bir dənə axırıncı sualım var. Bir də bu sual vermədə mən çox əziyyət çəkirəm. Mən üzərimdə necə çalışım ki, onu yaxşı öyrənim. Okey. Sual verməni yazım. Hətta bir bonus videosu çəkərəm. Okey. Bunun üçün bir video çəkəcəm, mən göndərəcəm sizə. Sual vermək əslində 3-4 dənə Bir cürə dövdə, bir neçə cürədir deyən kel, belə bunlar bilmirəm hansını işlədim. Hansı sözün cümlənin başında hansı sualı verim. Tamam. Bunu yazdım. Bunu həll eləyərik inşallah. Birlikdə öyrənərik. Tamam. Çox sağ olun. Mənim də bir sualım olacaq. Oui. Google Drive-da da bunlar hamısı. Hə. Bunların hamısı bunun üstündədir. Heç vaxt dəyişilmir. Yəni bu giriş eləmək olur. Yəni istənilən bir adam daxil ola bilər. Bəli. Çünki linki yoxdur deyənə mən görmədim.
Şeydə yoxdur. Qrupda elə bilirəm yuxarıya yapışdırmışam axı WhatsApp qrupunda. Bir fikir baxarsın ona. Olmasa okey, təzədən mən paylaşaram. okey, çox sağ ol. Yəni kod falan istəmirdi, direkt Yo girdi. yo. Link Okey. link içindədirsə avtomatik girə bilir, problemsiz. Okey, süper. Bu qədər. Tuh. Okey. Bon, ben merci beaucoup. Adresi yazarsınız. Gecəniz xeyrə qalsın. Bonsoir à vous. Bonne nuit. Bonne nuit. Au revoir. Au revoir. Au revoir. Au revoir.